Salam dəyərli izləyicilərimiz, bugün sizləri Xırdalan şəhərindən salamlayırıq. Xırdalan şəhərində girişdə özünə şəxsi tikilmiş 3 mərtəbəli, 6 qarajlı və 8 otaqdan ibarət möhtəşəm həyət evi təklifimiz var. Evimiz tam yaşayışlı ərazidə yerləşir. Qazı, suyu, işığı daimidir. Mərkəzləşdirilmiş kanalizasiya sistemidir. Qapıya qədər məsafəsi asfaltdır. Yaxınlığında dayanacaq, məktəb və ticarət obyektləri var. Evimizin birinci mərtəbəsi, ikinci və üçüncü mərtəbəsi tam yaşayış üçün nəzərdə tutulubdur. İsitmə sistemi kombidir. Kombidə quraşdırılıb hazırdır. Sənəd kupçadır. Qiymət haqqında ətraflı məlumat açıqlama bölməsində qeyd olunacaq. Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz. Buyurub evimizlə daha yaxından tanış olaq. İkinci mərtəbənin dəhlizi, biz çəkilişə ikinci mərtəbədən başladıq. İkinci mərtəbədə yerləşir qonaq otağı, yataq otağı, mətbəx, sanitar qovşağı. Videonun sonunda birinci mərtəbə və həyətlə tanış olacaqsınız. Burada yerləşir evimizin qonaq otağı. Evimiz şəxsi tikili olduğu üçün tikintisində, təmirində keyfiyyətli materiallardan istifadə edilib, zövqlə təmir olunub. Burada yerləşir evimizin mətbəxi. Mətbəx mebeli də quraşdırılıb hazırdır və ikinci mərtəbədə nəzərdə tutulmuş yataq otağı. İkinci mərtəbənin sanitar qovşağı, aksesuarlar quraşdırılıb hazırdır. Üçüncü mərtəbənin dəhlizi, geniş dəhlizi var. Üçüncü mərtəbədə 4 yataq otağı, 2 sanitar qovşağı yerləşir. Ətraflı tanış olaq. Burada yerləşir uşaq otağı. Pəncərələrin hər birinin qarşısı tam açıqlıqdır. Burada yerləşir yataq otağı. Bu yataq otağının daxilində sanitar qovşağı var. Sadəcə təmir olunmayıb. Üçüncü yataq otağı. Evimiz şəxsi tikili olduğu üçün tikintisində, təmirində keyfiyyətli materiallardan istifadə edilib. Və sonuncu, dördüncü yataq otağı. Ümumi sanitar qovşağı. Təmirsiz olduğu üçün sizlərə təqdim edə bilmirik və sonda həyətlə, birinci mərtəbə ilə tanış olaq. Evimizin həyət görüntüsü, ümumi fasad görüntüsü, evin yan hissəsinə keçidi var. Birinci mərtəbədə yerləşir qarajı. Bu sistem darvazadan istifadə edilibdir. Birinci mərtəbə. Birinci mərtəbənin döşəməsi boya-boya stipuldan ibarətdir. Girişdə belə bir mətbəx yerləşir. Mətbəx mebeli quraşdırılıb hazırdır. Və əlavə olaraq 2 otaq, sanitar qovşağı yerləşir. Sanitar qovşağı, aksesuarlar quraşdırılıb hazırdır.